Sən qarışqayla Süleymanı yıxan Allahsan, bircə fərman ilə sultanı yıxan Allahsan. Varlığını qəhrün ilə yoxsul edən varlıqsan, sən zimistanla gülüstanı yıxan Allahsan. Yüz təvazu ilə əzazil eləyən xaliqsən, bir təkəbbürlə o şeytanı yıxan Allahsan. Pərdə rüxsaridən üşşaqa açan möminsən, pərdə rüxsaridən üşşaqa açan möminsən, xanə-i din ilə imanı yıxan Allahsan. Səbri məzlumə verib, ərşə ucaldan sənsən. Səbri məzlumə verib, ərşə ucaldan sənsən. Zalimə səbr eləyib, anı yıxan Allahsan. Çarəsiz xəstəyə dərman eləyən şafisən, əldə dərman ilə loğmanı yıxan Allahsan. Yüz qəmi yar ilə bir can-ı fənai neylər? Yüz qəmi yar ilə bir can-ı fənai neylər? Bir qəmi yar ilə yüz canı yıxan Allahsan. Bir qəmi yar ilə yüz canı yıxan Allahsan. Bismillahirrahmanirrahim. Salam əziz dəyərli tamaşaçılarımız. Hər vaxtınız xeyirli, bərəkətli olsun. Qum Danələri verilişi efirdədir. Bu verilişin daimi qonağı əziz ustad, ilahiyyatçı alim, Hacı Fariz Xammədlidir. Hacı, xoş gördük sizi. Çox sağ olun. Allah hər vaxtınız xeyirli olsun inşallah. Amin cümləmizin inşallah. Allah sizi qorusun. Allah qorusun. Var olasın. Hacı, belə bir fikrim var inşallah. Elə bilirəm ki, siz də razılaşarsınız bu verilişdə. Bir neçə verilişdir biz İmam Zaman Ağadan, Həzrəti Hüccətdən Allah zuhurun təcil eləsin. Ağadan danışırıq, işarələr vurursunuz. İstərdim bu verilişi xüsusən ağamıza həsr eləyək. Necə məsləhət görərsiniz hacı? Çox gözəl olar. Həm də tamaşaçıların da sualları var o barədə. Ümumən ağanın haqqında bir açıqlamalar, bir mövzu qurardıq inşallah bu verilişimizdə. Bismillahirrahmanirrahim. Mən də salamlayıram sizi. Aleyküm salam. Sizin simavızda bütün izləyicilərimizi Allah təbarək və təala sizi qorusun. Təbibizə şiddət versin, bərəkət versin. Necə ki, bərəkətli və şiddətlidir. Allah daim eləsin inşallah. Əsərləriniz cavidan olsun, mandiqar olsun, həmişə yaşar olsun inşallah. Həmişə gələcək nəsillərin əlinə çatsın və onlar da faydalansınlar. Təşəkkür edirəm əziz ustad, var olun. Həzrəti Hüccət əleyhissalam haqqındakı bir neçə verilişli işarələr eləmişik. Həqiqətən dostlardan bizim əlaqəmiz olan, irtibatımız olan adamlar var, yazırlar, təşəkkür edirlər. Həqiqətən də Həzrəti Hüccət əleyhissalamın bərəkəti, mübarəkliyi, bütün nəinki bir verilişi, bütün insan ki özünü ona müntəsəb eləyir, nisbət vermək istəyir. O rəng, o bərəkət həmən insanlarda, həmən məclislərdə özünü göstərir. Allah bizə də inayət eləsin ki, biz Həzrəti Vəli əsrin yaxınlarından qərar tuta bilək, yaxınlarından ola bilək inşallah. Bir xatirələrində oxumuşdum. Nəcm-ü Saqibdə böyük İslam alimlərindən bir neçəsinin əsərində bu hadisəni görmüşəm. Deyirlər, İraq vilayətində bir əttar var idi, ətir satan var idi. Bu əttar adətən bitkilərin hamısını ədviyyatı satanlara deyirlər. Orada hər nə olur. Məsələn, sidr olur, kafir olur və başqa bütün bitkilər filanlar, zəncəfil və yaxud bizim bilmədiyimiz dağ bitkiləri filanlar olar ki, Türkəsarə elmində insana xeyr eləyir. Hamısı o əttar dükanlarında satılır, əttarilər də satılır. Bu əttar kişi bir mömin şəxs idi. Bir gün Həzrəti Hüccət əleyhissalamın dostlarından 2 nəfər gəlir bunun yanına. Gəlirlər bunun dükanına və bundan sidr istəyirlər. Bir növ sidr istəyirlər ki, o başqa heç yerdə tapılmır. Ancaq bunlarda olur və bu kişidə olur. Və bir də bu kişi biraz halal harama çox diqqət elədiyinə görə Həzrəti Hüccət əleyhissalamın sifarişi ilə bu adamlar gəlirlər ki, ondan alsınlar. Bu adam bilmir bunlar kimdir. Amma hiss eləyir ki, bunlar göy adamıdırlar, səma adamıdırlar. İndi adam onu bilir axı. Məsələn, Ümmü Sələmə deyir, mən bir gün sevgili Peyğəmbərimizlə oturmuşdum. İmam Hüseyin əleyhissalam daxil oldu
və Rəsulullaha salam verdi. Sevgili Peyğəmbərimiz onun cavabında buyurdu ki, və aleykəssalam ya zeynəs səmai vəl ərz. Sənə də salam olsun, ey Yerin, səmanın göyün zinəti. və göyün, yerin zinəti. Ümmü Sələmə deyir, mən dedim ki, ya Rasulullah, biz səni səmanın və yerin zinəti bilirik. Sən Hüseynə belə xitab edirsən. Həzrət deyir, baxdı mənə, bir təəssüf halı ilə baxdı mənə ki, mən İmam Hüseynin məqamını tanımıram, bu sözü deyirəm. Mənə buyurdu ki, vallah Hüseynin ehtiramı və hörməti səma əhlinin yanında yer əhlindən qat-qat çoxdur. Səma əhli Hüseyni yer əhlindən daha yaxşı tanıyırlar, daha çox sevirlər. İndi o səma adamları var da, o əhl-i beyt səma insanıdır. Sevgili Peyğəmbərimiz Udəy ibn Hatəmlə görüşəndə orada deyir, mən ona suallar verəcəm İslamı qəbul eləmək üçün, amma görüşür, sual vermir. Yanındakılar deyirlər, Udəy, niyə soruşmadın ondan? Hatəm tayinin oğluydu. Niyə ona suallarımı vermədin? Deyir, çünki mən gördüm ki, o yer adamı deyil. Yəni, mən ki, varlı ailədə, aristokrat, nəcabətli ailədə böyümüşdüm. Mən bilirdim necə yeriyərlər, necə yemək yeyərlər, necə danışarlar, zadəgan nəsillər necə olur, ailələr necə olur. Mən gördüm ki, o yer adamlarına aid olan xüsusiyyətlər deyil. Orada maföqü bəşər xüsusiyyətlər var. Bəşərdən üstün olan səma əhlinin xüsusiyyətlərini gördüm onda. İndi adətən ilahi insanlarla oturdur eləyənlər bunu hiss eləyərlər. Xüsusilə sevgili Peyğəmbərimiz və onun pak əhli beytində bu məsələlər olub və onun ətrafında olanlardan. Biz keçən verilişlərimizdə demişdik, Həzrət Höccətlə bərabər 30 nəfər var, hər zamanda onlar var. Onlar uzun ömürlü deyil, dəyişilir. Onların sayın bəzi alimlər 460-465 nəfərə qədər yazıblar. İndi bu 2 nəfər o 30 nəfərdəndir. Həzrət Höccət əleyhissalamın 30 dənə yaxın dostlarındandır. Onlar özü də Həzrət Höccətlə bağlı, məsələn, yaxın olanlar var, bir pillə uzaqda olanlar var. Onlar özü də mərtəbə Həzrət Höccətlə fasilə saxlayırlar. Bu 2 nəfər Həzrət Höccət əleyhissalam vasitəsilə gəliblər. Bu əttar bunları görür, bunlar səma adamıdır. Yer adamı deyil, bu da arif adamı deyil. Siz kimsiniz? Siz bura adamı deyilsiniz. Deyirlər, yox, nə inirsən, sən satırsan bizi alırıq da. Yox, niyə mənim qapıma gəldiniz? Biraz danışıqlardan başa düşür. Və bunlar ona açırlar. Çünki mərifəti var idi. Deyir, biz Həzrət Höccət əleyhissalamın dostlarındanıq. Bizi də sənin yanına Həzrət Məhdi sallallahu əleyhi göndərir. Bu yalvarır bunlara, deyir, məni də aparacaqsınız. Sizdən əl çəkməyəcəm. Məni aparın, mən Həzrət Höccət əleyhissalam yaşayan yerdə nəfəs alım. İstəməsə məni görsün, görməsin. Kuyuna getmək Kuyuna getmək istəyirəm. Məni aparın, onun küçəsində daxil olum, onun kuyuna daxil olum. Deyir, mən bunlarla bərabər gəldim, bu şəddi, Dəclə Furatdan keçməli idi, deyir. Suyun üzərindən bunlar dedilər, gəl, mənə dedilər. Deyir, mən qaldım, dedim, mən suyun üstündən necə yeriyərəm? Təsəvvür edirsiniz, indi bizim üçün suyun üzərində yerimək nə qədər çətindir. Biz qorxuruq suyun üzərində yeriməkdən, deyirik, batarıq, su ayağımızın altında qalmaz. Biraz dəqiq düşünsək, bəyəm yerin üstündə yerimək rahatdır. Yer də hərəkətdədir. Yer də öz oxunun ətrafına, günəş oxunun ətrafına fırlanır dayanmadan. Elə deyil. Deməli, yeri biz üçün təsxir eləyən var. Suyu arada biz dənizdə üzürük, dərinə gedirik dostlarla. Bir dəfə bir nəfəri də qoşduq özümüzə, gedək biraz üzək. Gördüm, o vahimələndi. Dərinə getdik, biraz vahimələndi. Ona dedim ki, bu ayəni dinlə, Subhanəlləzi səxxərə lənə haza. Dənizin dərinliyinə gedəndə adam vəhşət tapır, vahimələnir. Dedim, denən pak və münəzzəhdir o Allah ki, o bizim üçün təsxir eləyib, ram eləyib Adəmi. Yoxsa bizim nə miniyimiz, maşınımız, atımız, dəvəmiz bizi götürməz. Dəniz bizi boğar, yer üzərində gəzməyə qoymaz bizi. Əgər Allah bunları bizim üçün təsxir eləməsəydi. Deməli, bu yeri də Allah bizim üçün təsxir edib. Biz bunun üstündə rahat gəzirik. Biraz yerdən ayağımız üzülür, fobiya başlayır, bizdə qorxu başlayır. Uçağa minəndə, təyyarəyə minəndə qorxuruq. Elə bilirik ki, yerdə rahatıq. Yeri rahat eləyən Allah var. İnsan biraz
Sevgili Peyğəmbərimizdən hədis var. İnsan Allaha güvənəndə, təvəkkül eləyəndə yerin üstündən suyun üzərində daha rahat yeriyə bilər. Yəni suyun üzəri yerimək üçün yerin üstündən daha rahatdır. Əgər insan Allaha təvəkkülün gücləndirsə və etimadın gücləndirsə, sadəcə Allah yeri bütün bəşər üçün ram eləyib, suyu sevdikləri üçün ram eləyib, əhl eləyib, təsxir eləyib. Deyir, bunlar mənə dedilər, gəl, mən gəldim. Bunlar yeridi, mən də yeridim bunlarla bərabər. O Həzrət Məhdiyə olan eşq mənə apardı. Salamullah əleyh. Yeridim, deyir, gəldim, suyun ortalarındaydı ki, suyun üstündə yeriyirdik. Birdən yağış yağdı. Yağış yağanda ani yadıma düşdü ki, mən o ətarimin, ətir satan dükanımın, ədviyyə satan dükanımın damında sabun bişirmişdim və yığmışdım ora. Birdən yadıma düşdü ki, o yağış o sabunları zayi eləyəcək, aradan aparacaq. Hələ yadıma düşmüşdü, su ayağımın altından qaçdı. Mən batdım suya. Batanda bunlar məni qaldırdılar. Dedilər, nə oldu? Dedim, heç nə. Mən özləri ilə apardılar. Biz keçdik, gəldik. Bunlar mənə dedilər, bilmədilər ki, nə oldu. Mən bunlara da demədim, nə oldu. Gəldilər, məni bir yerdə saxladılar, özləri getdilər bir xeymiyə daxil oldular. Sonra gəldilər, mənə dedilər ki, ağa sizi qəbul eləmədi. Dedim, niyə? Nə dedi ağa? Dedilər, ağa buyurdu ki, rudduhu, innəhu raculun sabuniyyun. Qaytarın onu dala, o sabuna aludə olmuş insandır, kişidir. Bir an başa düşdüm ki, mənim o məhəbbət ki, suyun üzərində məni yeridirdi, Həzrəti Məhdiyə tərəf aparırdı. O məhəbbətin arasında bir dənə dünya malının sevgisi düşdü. O sabunlar əriyəcək orada, nə olacaq fikrimə gəldi. O batırdı məni. Heç kimə də demədim. Amma Həzrət Höccət əleyhissalam onun cavabını verdi. Dedi ki, rudduhu, qaytarın onu dala, innəhu raculun sabuniyyun. O mənim məhəbbətimlə sabun məhəbbətin qəlbində aludə eləyən adamdır, maniyə törədən adamdır. İndi insan Həzrət Höccət əleyhissalam tərəfə addımlamaq istəyəndə biraz məsələn məstanə şo, divanə şo, rendanə şo, eşqi pərvanə şo. Necə olmalıdır? Məsələn, pərvanə bizdə də deyirlər, hamı yazır. O gün bir şairə deyirəm, yazmısan ha, məsələn, pərvanə şəmin uğrunda. Hamısı bu təmsilləri göstərirlər də, təşbihlər eləyirlər. Deyirəm, pərvanə nə deməkdir? Deyir, pərvanə də kəpənək özün vurur. O da deyirəm, yox, pərvanə fars sözüdür. Qorxusu olmayan. Pərva, qorxu deməkdir. Bunda qorxu yoxdur. Bu qorxu nəydən yaranır? Sabun əriyəcək orada, qorxu düşdü qəlbə. Qorxu nəydən yaranır? Məni gözləyirlər axı. Qorxu nəydən yaranır? Birdən malım əlimdən çıxar. Qorxu nəydən yaranır? Məqamım əldən gedər. Hacı, bu arada bir qəzəlim var, onu istərdim oxuyum. Mütləq şəkildə feyz verər bizə Allahın izni ilə. Allah təbarək və təala sizi hifz eləsin. Nə gözəl. Elə bu mövzuya aid oldu Hacı söhbətimizdən. Nə gözəl. Yəni düşünmürdüm. Allah sizi salamat eləsin. Saxlamışdım başqa verilişçil oxumalı. Elə gözəl olacaq inşallah. Bir hər aşiq olan kimsəyə divanə deməzlər. Bəh. Hər şəmə yanan varlığa pərvanə deməzlər. Hər mey süzən aləmdə deyil saqi dilsuz. Hər bir dolu peymanəyə peymanə deməzlər. Fəqr əhli deyil, batini zəngin olan insan. Sən gəncini olan məskənə viranə deməzlər. Aycan. Hər sinədə axtarma könül qəlbi müsəffa. Hər bətni sədəfdə dürdanə deməzlər. Hər tacı qoyan başına sultan deyil əsla. Hər bir ucalan xanəyə kaşanə deməzlər. Bir kimsəni məst eyləməsə eşqi şərabı, ariflər o məstanə deməzlər. Ol yar fənai qəmə qəmxardır, amma hər dərdi açıb sevgili cananə deməzlər. Sən, ay maşallah. Allah var eləsin hacı. Maşallah hacı, Allah sizi hifz eləsin. Yerində dediniz bu qəzəldir. Allah sizi salamat eləsin. Gözəl oldu. Həqiqətən də viranə nədir, məstanə kimdir, kimlərə deyirlər. O deyirdi, hər kəs بقدر همت خود خانه ساخته بلبل به باغ و جغد به ویرانه تاخته.
bülbüllər deyir bağı, gülüstanı sevərlər. Çox da bayquş da, çox da gedər viranəni sevər. Hər kəs də özü üçün düzəltdiyi xanə onun himməti qədərində olar. Kaşanəsi, xanəsi, mənzili onun himməti qədərində olar. Kim mənzilin harda görmək istəyirsə, hələ oranı özünə mənzil qərar verir. Məsələn, Həzrət Höccət əleyhissalamın civarında, kuyunda, onun mənzilində qərar tapmaq istəyənlər orada məskunlaşarlar. Və onlar ki, əgər başqa sevgiləri qatsalar, başqa məhəbbətləri qatsalar, təbiidir ki, onlar bu qafilədən geri qalacaqlar. Allah sizdən razı olsun. Bu qəzəl bizi apardı. Sözüm, məqsədim burada idi ki, burada deyirdi ki, Pərvanə şo görəcəksən, qorxu olmasın, Həzrət Höccət əleyhissalama yaxınlaşmasın. Sonra bir yerdə deyir ki, yox, qorxudan deyir ha. O bir beytdir, yəqin ki, siz də onu bilirsiniz. Klassik ədəbiyyatda olan bir beytdir. Orada bir yerində deyir ki, Hənnanə şo, Hənnanə şo. Hənnanə bir sütunun adı idi. Bir sütun idi ki, sevgili Peyğəmbərimiz gələrdi, ora söykənərdi, mənbər eləyərdi, danışardı. Bəzən yorulurdu. Gördülər yorulur, gətirdilər bir dənə 2 dənə pilləli mənbər düzəltdilər. Dedilər, ey Allahın Rəsulu, burada otur, danış. Sevgili Peyğəmbərimiz orada oturmuşdu, o sütun narahat oldu. Dedi, Həbibim daha mənə söykənib danışmır. Narahat oldu. Ona görə sevgili Peyğəmbərimiz bunu danışdı ümmət üçün. Biz indi elə bilirik ki, biz belə başa düşürük ki, bu aləmdə Yusabbihu lillahi ma fis semavati vel ard. Nə var bu yerdə, göydə? Hamısı Allaha təsbihdir, Allaha zikirdir. Sadəcə biz qəflətdəyik onlardan. Biz bundan unutqanlıq eləmişik, biz bundan uzaqlaşmışıq ki, aləmin rəqsini görək. Hacı, burada bir sual vermək istəyirəm. Bu cəmaatın, yəni cansız, biz cansız gördüyümüz əşyaların bu mənadadır ki, onlar Allahı yada salır deyənə zikr eləyir, yoxsa elə həqiqətən biz bildiyimiz dil açıb nitqə gəlib zikr eləyir? Baxın, orada hərəkət var, hərəkət var. Allah nəzmi elə qurub bu aləmdə, onların o nəzmdə hərəkət eləməsi özü onların zikridir. Bütün varlıq aləminin. Yəni, lazım deyil, onlar gəlsinlər, biz bildiyimiz kimi desinlər, Subhanallah. Onların hərəkət eləməsi özü onlar üçün zikir sayılır. Yəni, məqsədim budur ki, iradə baxımından, yəni iradə edib zikr eləyirlər. Əlbəttə, şuurludur. Allah onları yaradıb bu formada ki, təsəvvür edin, məsələn, bir dənə Şeyxu Taifənin xanım Zəhra salamullah əleyha haqqında, yaxud məsələn, Xacə Nəsrəddin Tusinin xanım Zəhra salamullah əleyha haqqında var idi, deyir ki, aləm onun məhəbbəti ilə ilk hərəkətin başladı. Yəni Allah təbarək və Teala öz sevgisini də bu varlıq aləmində qoydu. Hələ cansızlardan danışırıq. Bizim səyyarət adlandırdığımız, planetlər adlandırdığımız, ulduzlar, ay, bunların hamısı özünə görə bir dənə hərəkəti var. Bu hərəkət nəzmdən çıxmamaq bunların zikridir. Nəzmdən çıxmamaq. Hamısı Allaha bu formada səcdə eləyirlər, təsbih eləyirlər. Ondan sonra da gəlir canlı varlıqlar. Canlı varlıqlar hamısı ki, təbiidir, öz ruhları ilə Allahın onlar üçün yaratdığı şuurlu surətdə Allaha tərəf gedirlər. Allah təbarək və Teala Həzrət Höccət əleyhissalamı ki, bu aləmdə saxlayır və bütün zamanlardakı höccət olur. Bu höccətin olma səbəbi də bu nəzmin qorunması üçündür. Varlıqlarda, cəmadatda, nəbatatda, canlılarda, cansızlarda hamısında bir növ şuurlu və şuursuz şəkildə tabelik var Həzrət Höccət əleyhissalama. Bizim üçün də, yəni Həzrət Məhdi sallallahu əleyh tək bizim üçün, insan üçün deyil, tək canlılar üçün deyil, o aləmin sabitliyini qorumaq üçündür. Ona görə hədis necə deyir? Lovləl höccə ləsaxətil ərzu əhləha. Əgər höccət olmasa, kürə öz əhlini udar, yer öz əhlini udar. Yer cansızdır da. Hacı, bu mənada demək olar ki, İmam Zaman, biz İmam-ı Zaman deyirik, zamanın imamı. Yəni biz bilirik ki, bütün aləmdə varlıqlar zamana tabedir. Yəni bir şey zaman da ona tabedir. Yəni biz İmam Zaman deyəndə sanki zaman imama tabedir. Mütləq yəni onun qocalmamağı. Mütləq surətdə. Yəni o zamandan da üstədir, zaman da ona tabe. Zaman özü bir varlıqdır da. Biz verilişlərimizdə bu haqda danışmışdıq. Keçmiş verilişlərimizdə zaman özü bir varlıqdır. O varlıq da Həzrət Höccət əleyhissalamın ixtiyarındadır. Biz bəzən elə düşünürük, o bir beyt var idi birindən, gözəl, rahat bir beyt idi. Deyirdi ki,
hamısı gəlir Məkkəni ziyarət eləyirlər. O da hər ildə verir şərafət Allah evinə. Həzrət Məhdi gəlib burada insanlar Məkkəyə gedirlər, Məkkədən mənəviyyat götürürlər, Kəbə evindən mənəviyyat götürürlər. Amma bu deyirdi ki, Həzrət Məhdi gəlir ora şərəf gətirir. Həzrət Höccət əleyhissalam gəlir ora şərəf gətirir. Şərəfil məkan bil məkin. Ərəblərdə bir söz var, deyirlər ki, məkan insanı şərəfləndirmir ki, məkan orada oturanın vasitəsilə şərəf tapır. Sakin olanların vasitəsilə şərəf tapır. Həzrət Höccət əleyhissalam gəlir aləmi şərəfləndirir. Tək insanı deyil, bütün varlığın hamısını o şərəfləndirir. Təsəvvür edin, bir dənə Həzrət Höccət əleyhissalamla bağlı bir hədis oxumuşdum bir yerdə. Buyururdu ki, bir torpaqların bir gün olacaq, torpaqlar bir-biri ilə fəxr furuşu eləyəcəklər, bir-birinə qarşı iftixarlanacaqlar, fəxr satacaqlar. Bu deyəcək mən üstünəm, o deyəcək mən üstünəm torpaqlar arasında. Hər torpaq qiyamət günü gələcək, üstünlük iddiası eləyəcək. Məsələn, bir torpaq gəlib deyəcək, məndə Şah-ı Nəcəf dəfn olunub, Əli ibn Əbi Talib mən üstünəm. Biri deyəcək, mən Bəqi torpağıyam. Bir torpaq deyəcək, məndə Rəsulullah dəfn olunub. Biri deyəcək, mən Peyğəmbər qəbri ilə mənbərin arasıyam ki, hədisdə keçir, beynə qəbri və mənbəri Ravzatun min Riyazil Cinan. O qəbrlə mənbərin arası cənnət rövzələrindən bir rövzədir. Hamısı deyəcəklər, biri gələcək, deyəcək, məndə Hüseyn ibn Əli dəfn olunub, Kərbəla türbətiyəm ki, heç bir torpaq ərzişdə ona çata bilməz. Niyə? Çünki heç bir torpağı yemək olmaz, haramdır, ona şifa qəsdi ilə yeməyə icazə verilir. Sözün burada ki, az yeməyə icazə verilir. Sözün burasındadır ki, Kərbəla torpağının özünün bir üstünlüyü var. Orada Hüseyn ibn Əli dəfn olunub. Füzuli deyirdi, ey Füzuli, məskənin üçün Kərbəladır, şeirühün hörməti hər yanda vardır, xəlq onun müştaqıdır. Nə qızıldır, nə gümüş, nə ləli, nə mirvaridir, sadə bir torpaqdır, lakin Kərbəla torpağıdır. Yəni sözün buradadır, o da üstündür, biz bunu hamımız bilirik. Deyirlər, o da gələcək, bir də görəcəklər, bir torpaqda gəlir. Deyir, mən hamımızdan üstünəm. İddiaya girir. Baxırlar, bütün müqəddəs torpaqlar burada. Sən haranın torpağısan? Deyir, və ləqəd mərrəbi sahibul qaim əleyhissalam. Mən o torpağam ki, Həzrəti Məhdi salamullah əleyhin dostu Məhdinin qeybət vaxtında mənim üstümdə yeriyirdi. Sözə baxır. Allah şahiddir. Sözün əzəmətinə baxır. Deyir, mən o torpağam ki, qeybət dönəmində Həzrəti Höccəti sevən adam mənim üstümdə yeriyib. Yəni, insan öz qədrini bilsə, görsə qeybət dönəminin insanı, bu dönəmin insanı ki, özün qoruyur. Allaha xatir özün qoruyur. Həzrət Höccət əleyhissalama xatir özün qoruyur və o sevgidən məyus olmur. Hər tərəfdən ona baskı var. Deyirlər, insan bu qədər yaşayar, yalandır, mohumatdır. Gözəl-gözəl dəlillər tapırlar onun əleyhinə. İnsanları istəyirlər ondan üz döndərsin insanlar. Və artıq insanların bəzisində zəif qəlblərdə, zəif imanlarda ona qarşı biraz məhəbbətlərdə səngimə olur. Sanki bir Əhl-i Beytə qarşı paxıllıq var. Paxıllıq var və ümumiyyətlə yəni, o məqamını inkar eləyirlər. Mütləq şəkildə və xüsusilə Həzrət Höccət əleyhissalama qarşı. Xüsusilə Həzrət Höccət əleyhissalama qarşı. Təsəvvür edirsiniz, o gün mən deyirəm ki, namaz vaxtların, mən bir ölkədə yaşayırdım. O ölkədə namazın vaxtı dəyişmirdi. Bir əhl-i-sünnə qardaşlarımızın yaşadığı bir ölkə idi. Mən orada bir 5 il vətəndaş olaraq yaşamışam. İnsanlar arasındadır, insanlar normal insanlar. Yəni qonaq kimi deyil də, o ölkənin sakinləri kimi orada yaşayırdım. Mən baxırdım, bunların zöhr namazının vaxtı dəyişmir. Çox maraqlıdır. Bunlar zöhr namazını qışda saat 12-də qılırlar, yayda saat 1-də. Orada böyük bir alim var idi, dostum idi, Əzhərdə oxumuşdu, həmən ölkə əhlindən idi. Mənə dedi ki, danışırdıq arada, dedim, qardaşım, sizdə bu namaz vaxtları niyə dəyişmir? Axı əhl-i-sünnə fiqhində də, şiə fiqhində də günəş zenitdə olanda namaz qılınır, zöhr namazı. Zöhrün vaxtı günəşin zenitdə olduğu vaxt. Yaxşı, əgər günəş zenitdə olan vaxtı zöhr namazı qılınırsa, bu günəş dəyişir axı. Zenitdə olmaq zaman bu gün 12-dədir, sabah olur 12-1. Bəli. 12-2 dəqiqə, 12-3 dəqiqə, 5 dəqiqə, 7 dəqiqə. Bu da dəyişir, siz də bilirsiniz. Və siz bunu niyə dəyişmirsiniz? Sizin fikrinizdə də dəyişməlidir namaz vaxtları, zöhr namazının vaxtı, sübün vaxtı, şamın vaxtı, günəşin çıxma vaxtı dəyişir, batma vaxtı dəyişir, zenitdə olma vaxtı dəyişir saatla. Siz niyə dəyişmirsiniz? Ancaq saat 12-də qışda
Yayda da ancaq saat 1-də. Ancaq zöhr namazına, zöhr namazında, başqa namazlarda dəyişirdilər vaxtı. Zöhrdə dəyişmirdilər. Mən dedim, niyə dəyişmirsiniz bunu? Dedi, bizə belə verirlər, biz də buna belə əməl edirik. Mən ona bir-iki söz dedim, gördüm, söz buna qəbul elədi, çatdı məsələ buna. Dedim, sən bilmirsən, düşünmürsən, kimlərsə bunu istəyirlər, insanların namazı batil olsun. Biraz düşündü. Dedim, bu rəhmani və şeytani mübarizə Adəm yaranandan var. Rəhmani və şeytani. Şeytan istəyər ki, insan o feyz ki, Allah qapı ki, açıb namaz vaxtı açır ha. İnsan o qapı açılanda orada olmasın. Namazdan qabaq o qapı açılmır. O qapı namaz vaxtı açılır. Sən namazdan 5 dəqiqə qabaq namazı qılsın, namazın batildir. Niyə batildir? Çünki həmən vaxtı bu aləmdə bir məsələlər olur. Mən bir yerə Rusiyada getmişdim, bir yerə apardılar məni, bu yoga ilə məşğul olanlar var idi. Mən oraya girəndə onların masterları ilə görüşdüm. Bəzi məsələlər mənə maraqlı idi, araşdırma edirdik. Oraya içəri girəndə gördüm qapıda şəkillər var. Bəlkə də əziz izləyicilərimizdən kimsə bu ilə məşğul olursa, oraya gedibsə onların salonlarına, yığıncaq yerlərinə görüb. Məsələn, görürsən kartinkalar var, şəkillər tablonun üstündə. İnsan əyilib bizim ruku halı formasında, səcdə halı formasında ki, bizim o məsələn dayandığımız qiyam halında düz dayanmaq formasında şəkillər vurublar orada. Mən ondan soruşdum o masterdan ki, bu şəkillər nədir siz vurmusunuz ora? Dedi ki, bunlar budur ki, biz məşğul olanda təmərküz eləyəndə, yəni fikrimizi cəmləyəndə yayınmamaq üçün fikrimizi cəmləyəndə yaxşı olar ki, o halda fikrimizi cəmləyək. Ya onu o dayanışıq, o oturuşuq, o əyilmək, o halda olanda fikir cəmlənəndə daha çox qazanc və mənfəət əldə edə bilirik. Dedim, nə gözəl. Deməli, bu aləmdə qazancın və mənfəətin, bizim dildə desək, mənfəətin və qazancın ifraz olunduğu zaman var. Bəli. Qazanc və mənfəət, aləmin barəsində olan qazanc və mənfəət həmən vaxtı ifraz olunur. Məsələn, bizdə bir mutluluq hormonu var, endorfin deyirlər ona, xoşbəxtlik hormonu. Bu xoşbəxtlik hormonunun ən gözəl ifraz olan vaxtı gecə vaxtıdır. Və xüsusilə insan saat 10-dan 3-ə qədər, 10-dan 2 yarıma 3-ə qədər həmən vaxt insan yatsa, yatmaq halı olsa və həmən vaxtına düşsə, yatmağı həmən vaxtı salsa, o endorfin hormonu daha çox ifraz olunacaq bədəndə. O bədəni cavan saxlayır, təravətli saxlayır, insan qocalmasının qarşısını alır. Deməli, təsəvvür edirsiniz, gec qocalır insan. Əgər insan həmən vaxtı başqa işlərlə məşğul olsa, yerisə, gəzsə, misal, yatmasa, aramlıq olmasa, endorfin az ifraz olunacaq. Deməli, bizə başa salırlar ki, hansı zamanda, hansı halda olsun, bədənin daha yaxşı gəlişəcək. Eyni ilə bu aləmin də bədənində bu məsələlər var. Bu aləmin də ifraz elədiyi gözəlliklər var. Yəni, təkvin aləmində bu nəzm mövcuddur. Mövcuddur. Orada da var. Necə bizim bədənimizdə var, bu aləmin də bədənində ifrazat var. Səndən istəyir o ifrazat nə vaxtı baş verir? O baş verir günəşin çıxdığı vaxtı, günəşin batdığı vaxtı, günəş zenitdə olan vaxtı. Bunu yoga ilə məşğul olanlar hamısı bilirlər. Bu İslamda da var axı. Xanım Zəhra sallallahu əleyhaya sevgili Peyğəmbərimiz buyurdu ki, günəşin çıxdığı və batdığı vaxtın kim seyr eləsə, ona həmən günü bəla gəlməz. Və həmən vaxt olunan dualar qəbul olunur. Xanım Zəhra öz xadimlərindən birini çıxardırdı, xadimələrdən damın üstündən. Deyirdi, günəşin batdığı vaxtın mənə de, mən dua eləyəcəm həmən vaxt. Günəş qürub eləməyə başlayanda zakat vaxtı, rusca desək, zakat vaxtı, günəş batmaq istəyəndə bu başlayırdı dua eləməyə. Dua eləyirdi, çünki Peyğəmbər ona buyurmuşdu, dünyanın qəbul olan vaxtıdır. Və bir də günəş zenitdə olan vaxt. Sonra mən buna deyirəm ki, bəs sizdə bu məsələ necədir? Vaxtları bildik, həmən vaxtı prime qəbul eləyirsiniz, misalda belə mənfəətlər, qazanclar qəbul eləyirsiniz. Bəs bunun bir halı da var, deyir, yaxşı olar ki, insan o halda olsun. Məsələn, rükû halında, səcdə halında, yəni bizim namaz kimi. Və sonra deyir ki, deyirəm, bəs biz üzümüzü qibləyə tuturuq, mən bunu gətirirəm yavaş-yavaş. Özdə birində aparmışam, bunların dalıca düşüb, əl çəkmir bunlardan. Onu da özümdən aparmışam, danışırıq, o da qulaq asır. Deyirəm ki, bəs bu deyir, yaxşı olar ki, yer kürəsinin maqnit sahəsinin mərkəzinə tərəf, yəni Məkkə tərəfə. Yaxşı olar ki, adamın üzü o tərəf olsun. Bunu İslam bizə deyir də. Deməli, namaz elə vaxtda qılınır, elə halda olur insan,
elə vaxta qılınır, elə hala salır insanı ki, bu aləmdə qazancın və mənfəətin, mutluluğun, xoşbəxtliyin ifraz olunduğu vaxt. Sənin namazının vaxtın dəyişməklə səni o mənfəətdən məhrum eləmək istəyirlər. Hələ belə deyil. Rəhmani qüvvələrlə şeytani qüvvələr Adəmdən qiyamətə qədər olacaq bu. Şeytan öz işi ilə məşğuldur. Allah da öz işi ilə məşğuldur. Şeytan istəyir la uğviyennahum ecmaîn. Onların mən hamısını cəm surətdə, cəm şəkildə topluluq olaraq hamısını azdıracam yoldan, döndərəcəm haqq yoldan. Deməli söz burdadır ki, bizdən də istənilir ibadəti istənilən kimi elə. Niyə? Çünki tək bu aləmdə deyil, başqa kürələr də həmin vaxtı bir hərəkətdədirlər. Allah o vaxtı boş yerə təyin eləməyib. Orada bir hikmətlər və nöqtələr var. İstəyir biz həmin vaxtı ibadət halında olaq. Məsələn, səndən istəyir Qədr gecəsində hadisə baş verməlidir. Qədr gecəsində birləşmə olmalıdır. Qədr gecəsində kodlar uyğun gəlməlidir. Qədr gecəsində dua eləməlisən. O gecəni səndən istəyir. O gecəni başqa gecələrlə səhv salma səndən istəyir. Görün nə boyda məsələlər var burada. Bu səndən istəyir ki, sən kamilləşmək istəyirsənsə bu gecədə bu əməl elə. Qədr gecəsi Ramazanın 19, 21, 23-cü gecəsidirsə, sənə deyir ki, bu gecə deyil də, sən 30-cu gecə durub demə, mən bunu eləyəcəm, belə olacaq, səni aparmayacaq qabağa. Necə ki, sənə deyir 34 dəfə Allahu Əkbər deyir, sən deyirsən, mən 340 dəfə deyəcəm. Deyir, Allah qəbul eləsin. Amma 34 dəfə ki, mən demişəm, orada bir tabelik var. Mən onu səndən elə istəmişəm, onun savabını 340 dəfə ilə aparmayacaqsan. Sanki insanı bir qonaqlığa çağırırlar. Burada itaət var da. Sabah gəlir. Burada itaət var. Əziz qardaş, itaət var. İtaət nədir? İtaət bir var ibadət, bir də var itaət. Allah bizdən ibadət istəmir ki, itaət istəyir. Məsələn, deyir, səfərdə oruç tutma. Adam deyir, yox, mən tutacam. Allah isə itaət eləməlisən, tutmamalısan. Oruç tutmaq ibadətdir. İtaət Allahın əmrini yerinə yetirməkdir. Deyir, tutacam mən. Ariflərdən biri gözəl deyir, iblis əbd olmadı, abid oldu. Abid oldu, əhsən. Əbd itaət idi. Ona görə Allah buyurur ki, əbdi, ətərini. Nə gözəl. Mənim bəndəm, mənə itaət elə. Demir, əbdi, məsələn, mənim bəndəm, mənə ibadət elə. Deyir, mənim bəndəm, mənə itaət elə. Yəni, itaətlədir bütün məsələlər. Abidliklə deyil. Abid, məsələn, iblis də ən çox ibadət eləyənlərdən biri idi, amma Allaha qarşı çıxdı. Sizin o gözəl vurğulamışdınız o qəzəldə orada təkəbbürlə insan yıxıla bilər, təvazu ilə insan ucala bilər, Allah təbarək və təala əlindən tutar, ucaldar. Yəni itaət ruhiyyəsi insanda olmalıdır. Ona görə deyir ki, əbdi, ətərini əcəlükə məsəli. Mənim bəndəm, mənə itaət elə, mən səni özümə bənzər qərar verərəm. Mən bir şeyə deyirəm, ol, olur, sən də deyərsən, ol, olar. İndi Həzrəti Məhdi sallallahu əleyhin dostları yeridiyi torpaq gələr qiyamət günü deyər ki, mən də Həzrəti Məhdinin dostu yeriyirdi, mən o torpağam. İmam Sadiq əleyhissalam buyurur, maraqlıdır, o torpaq fəxirdə, iftixarda heç bir torpaqdan geri qalmaz. Dəyərdə heç bir torpaqdan geri qalmaz. Sən təsəvvür gör, Həzrəti Höccət əleyhissalam öz sədaqətli dostların, onu düz tanıyanları, onu düz sevənləri, bir an qəlbinə ona qarşı şübhəyə yol verməyənləri, heç vaxt el-elə gedə, sel-selə gedə, dünya qarışa bir-birinə bir an ondan qəflət eləməyənləri, gör nə boyda ərzişdə edib. Əleyhissalam buyurur ki, onların məqamın la yusbiquhumul əvvəlun və la yudrikuhumul axərun. Heç vaxtı bizim öndərlər, qabaqcıllar var, İslam'a ilk iman gətirənlər, əs-sabiqun, ulaikəl müqərrəbun. Öndərlər, qabaqcıllar olar ki, İslam'ı ilk gətirdilər. Onlar deyir, Həzrəti Höccətin dostlarından qabağa keçə bilməzlər. Sözə baxır. Bundan böyük nə məqam olar? Gör, Məhdinin qeybət əsrinin insanına Allah nə verib? Bir qeybət əsrində onu qəbul eləməklə, düz qəbul eləməkdən söz gedir. Onun intizarını çəkməklə. Gör, Allah nə boyda məqam verib? Peyğəmbərə ilk iman gətirənlər bunlardan qabağa keçə bilməzlər. Sonra buyurur ki, la yudrikuhumul axərun. Onlar ki, onun hakimiyyətindən sonra doğulacaqlar. O ilə bərabər yaşayacaqlar. Onlar da qeybət dönəminin insanının məqamını dərk edə bilməz. Gör, nə böyük məqam verib Həzrəti Məhdi. Xoş halımıza. Allah eləsin ki, biz o məqamda ola bilək, onu dərk eləyə bilək. Həzrəti Höccət əleyhissalamdan nəfəs ala bilək. Həzrəti Höccət əleyhissalamın ümumiyyətlə onun
həyatımızda onun təsirlərini hiss eləyə bilək. İndi bəzən olur, görürsüz, çox danışırlar. Mən çox araşdırma eləyirdim tələbəlik illərimdə. İndi siz də bir yerdə olmuşuq. Siz də bu araşdırmaları eləmisiniz. Biz də baxın, görürsüz, məsələn, bəzi adamlar Həzrət Hüccət əleyhissalamla görüşənlər var da. O görüşənlərin çoxu demək olar ki, mən ariflərdən birinin yazırdım onu buyurduqlarını. Deyir, onların çoxu hələ Həzrət Hüccət əleyhissalamın o dostları ilə görüşürlər. O dostlar bunların müşkillərini həll eləyir. Bunlar elə bilirlər Həzrət Məhdi sallallahu əleyhidir. Yəni onun mübarək vücuduna qovuşmaq, ona yaxınlaşmaq biraz ağırdır, biraz böyük məqam istəyir. Amma o dostlar ki, onların ən az sayın 30 nəfər, ən çox sayın 465 nəfər yazıblar. Onlar pərvanə var. Həzrət Hüccət əleyhissalamın başına fırlanırlar. Saya gəldikdə İmam Zaman ağanın qeybət dövründə 313 nəfər qeyd olunur da və sizin buyurduqlarınız bu 313 nəfərin içində xanımların da qeyd olduğunu mən hədislərdə görmüşəm. Bəli, 50 nəfəri xanımdır. Bəli, xanımlar da qeyd olunub və burada xanımın məqamının böyüklüyünə də işarədir. Bizə bəzən bu suallar ki verirlər, deyirlər, xanım niyə peyğəmbər seçilmədi? Məsələn, xanımlardan niyə imam olmadı? Mən dostlara deyirəm ki, xanım peyğəmbər dünyaya gətirib. Həzrət Məryəm sallallahu əleyha, xanım Aminə Həzrət Muhammed sallallahu əleyhi və səlləmi dünyaya gətirib. Xanım Zəhra bütün əhli beyti dünyaya gətirib. Madəri Məryəm olan övladı da İsa olar. İffəti Məryəm səbəbdir. Həy edib İsa dəmi. Bəli. Açıqlamışdıq o beyti biz keçən verilişlərimizdə. Allah sizin huzurunuzı bir-bəla eləsin inşallah. Təsəvvür edirsiniz, məsələn mən deyirəm hədis 2 saya baxın. Görürsünüz hədis 2 sayda deyir ki, orada Fatimə və onun atası var. Orada Fatimə və onun həyat yoldaşı var. Orada Fatimə və onun balaları var. Xanım Zəhra sallallahu əleyhanı mehvərdir. Ona görə İmam Hadi əleyhissalam buyurur ki, Nəhnu hüccətullah əleykum və ummuna Fatimə hüccətullah əleyna. Biz Allahın sizin üzərinizdəki hüccətiyik, amma anamız Zəhra Allahın bizim üzərimizdəki hüccətidir. Yəni qadınların məqamı böyükdür. Əlbəttə ki, Həzrət Hüccət əleyhissalamın dostlarının içində xanımlar da var. O 313 nəfərin içində xanımlar var. O 313 nəfərin missiyası böyüklük missiyasıdır. İdarə etmə missiyasıdır. Yəni onların missiyası bu deyil ki, biz deyək ki, o 313 nəfər ümumi Həzrətin dostları hamısı bir yerdə 313 nəfər olacaq. Yox, onlar olacaqlar qoşun başçıları, onlar olacaqlar Həzrət Hüccət əleyhissalamın dostların quruq-quruq idarə eləyənlər. Allah inşallah bizə də nəsib eləsin Həzrət Məhdi sallallahu əleyhin həqiqi dostlarından olaq, onu sevə bilək, qəlblə o ilə yaşaya bilək və ondan eşidək. O böyük arif getmişdi Həzrətin xidmətinə, deyir, gəldim orada Məscid-i Səhlədə, aşağı düşəndə gördüm orada Quran səsi gəlir. Həzrət Hüccət əleyhissalam Quran oxuyur. Sonra deyir ki, çه خوش است که صوت قرآن ز تو دلربا شنیدن به رخت نظاره کردن سخن خدا şeniden. Nə gözəl olar deyir insan, sən könül oğurlayan, ey qəlbimizin sahibi. Nə gözəl olar ki, biz səndən eşidək Qur'anı. çه خوش است که صوت قرآن ز تو دلربا şeniden. به رخت نظاره کردن سخن خدا şeniden. Sözün sahibindən eşitmək nə gözəl olar. Nə gözəl olar baxaq sənin cəmalıva, sən Qur'an oxuyasan, biz Qur'an dinləyək. Başa düşək ki, Qur'anı oxumağın və dinləməyin təsiri insanda nə qədər olur. Allah nəsib eləsin bizə Həzrət Hüccət əleyhissalamla mənus ola bilək. Həzrət Hüccət əleyhissalamla qəflət eləməyək inşallah. Allah qəlbimizi onun məhəbbəti ilə məmlub eləsin inşallah. Amin Hacı, təşəkkür edirik. Allah razı olsun. Cümləmizdən inşallah. Yavaş-yavaş sona yetir. Allah sizi qorusun. Cümləmizə Elimizə bərəkət versin Hacı. Allah İmam Zaman ağamızın zuhurunu təcil eləsin. Amin ya Allah ağanın nazənin qəlbini bizdən razı və xoşnud etsin. Amin inşallah. Çox sağ olun. Bütün istəyənlər, ürəkləri eşqi ilə döyünən bütün müsəlmanlara Allah nəsib eləsin İmam Zaman ağanın zuhurunu və o dövrdə yaşamağı bizə nəsib eləsin. Amin inşallah. Allah razı olsun. Cümləmizdən. Əziz dəyərli tamaşaçılarımız, verilişimiz sona yetir. Sağ və salamat qalın.